Salam Chevrolet Cruze'un yoldaşlar, hər vaxtınız xeyir və alıb sürmək istəyənlər, amma bəzi suallar beyinlərində fırlanır deyə almayanlar. Maşın barəsində məlumat vermək istəyirik ki, yəni necə bir maşındır, belə deyək də, yəni qiymətinə görə, yəni bugünkü bazar dəyərinə görə, yəni yaxşı maşındır, ideal maşındır. Bir-iki dənə kaprizli şeyləri var deyə, məsələn, onların da artıq həll yolu tapılıb deyə rahatçılıqdır. Termostatdır, antifrizdir, bir də şlanklar falan da belə şeylər var ki, onlar dəyişilənəndən sonra maşını rahat istifadə edə bilərsiniz. Amma şeyi çox sevmir maşın birdən. Qovulmağı. Qəşəng qovsaz, bu da şəhər içi yoxdur təbii ki, ancaq uzaq yol məsafələrdə. Qovsaz biraz yağ verən yerləri var da, ön salnik, arxa salnik, sinə prokladkası, o bu, hardansa yəni yağ çıxır. Bir dənə, yəni ən pis cəhədi odur. Başqa belə, amma ümumi götürsək, kipliyidir, amortizatorlarıdır, bilim, salon olsun, komfort olsun, belə şeylərdə yəni vallah deyirəm, çox əladır da. Yəni adam var ki, alır maşını, təxmini bir ildən sonra başlayır başlayır ki, nədir onun adı? Amortizatorunu gedir zapravka elətdirir. Təzə amortizatoru qoydu, təzədən bir ildən sonra təzədən yeni hadisələr baş verir. Gedir, nə bilim, Mercedes-ə yığdıran kim, ona yığdıran kim, buna eləyən kim. Bunda məsələn 2 ildə bunu sürür, 6 ildə olursa, yəni hələ ki amortizatora ehtiyac qalmayıb. Sək kimidir də. Başqa nətər deyim sizə, yəni heç nə yoxdur da. Askı qoldu 8 manatdır, 5 manatdır, nəsə bir qiymət. O da ki, o da nə bilim, keçən səfər Ağdakini dəyişəndə keçən il dacı. Artıq 5 ildən sonra mən onu dəyişdim də, yəni dəyişməmişdim, askı qolu falan ki, şey eləsin. O da bir dağa getdim, gəldim. Bildiyiniz də maşını hara gəldi saldım da. Dağa, daşa, hər yerə saldım maşını. Ondan sonra gördüm ki, hər gün səs elədi ki, deyək qardaş, vaxtım çatıb da məni imkan dairəsində dəyiş, çox xahiş edirəm. Dedim dəyişək də, nə problem var ki. Belə, yəni çox güclü xərc qoymamışıq maşınlara. Maşınlara çox incilərdə, hə. Hər şeyi almağa qəşəng maşındır. Şəxsən bəyənirəm. Arvaçlığımız yoxdur maşından. Sərfiyyat da super. Evdə sivapravka ilə skeyib gəlik də. 20 manat benzin vurmuşam, bundan bir 4 gün qabaq. Hələ də gedib gəlirəm. 8.6-dır sərfiyyat. Yəni zapravka özüm mən retki görürəm də, yəni nadir hallarda. Polnu bak eləyənlər isə bir 2 həftəyə yaxın getmirəm şeyə. 2 həftəyə yaxın bildiyiniz zapravkaya getmirəm. Sokardan istifadə edirəm, amma sokardan əlavə vurmamışam heç yerdə. İndi istəyirəm ki, siz neyniyəm? İstəyirəm ki, Lukoil'dən falan belə vururum. Aspetroldan vurdum, gördüm o deyil. Aspetroldan bir daha vurduq. Maşını priboyladı elədi. Benzin keyfiyyətsiz imiş. Oran benzinlərin pis deyillər. Elə sokarçısı var deyir ki, mən sokarda işləyirəm, amma sokardan benzin vurmuram. Oran benzini belədir. Çünki Azərbaycanda biz şeydə olmuşuq da, elə yerlərdə işləmişik ki, bəzi şeylərdən çox yaxşı xəbərimiz var. Dünya miqyaslı ölkələrdə belə bir şeylər var. Bizimkilər də onu çoxdan tətbiq edirlər. Deməli, neft ölkəsiyik də, düzdürmü? Yerdən neft çıxır, bundan dizel, benzin falan hər şey ayrılır. Aşağı oktandan yuxarı oktan benzin alırıq tarixdə, yəni. Amma biz bunu Rusiya bazarından alırıq, ya da bunu öz zapravkalarımıza güya satırıq, amma satmırıq. Bizdən alınan yaxşı keyfiyyətli benzindir, dizeldir, hamısı gedir şeyə, xarici bazarlara, baha qiymətə, xarici bazardan da bizlərə
ucuz qiymətə keyfiyyətsiz benzinlər falan alıb göndərirlər bəri. Biz də onlardan istifadə edirik, gedir. Saat 9'dur. Saat 9'dur. Ha, mən bugün hələ məktəb yox, bir şey yox. Yəni işə gecikmələri baş verir həmişə kimi. Amma başa düşən insanlar üçün sağ olsunlar ki, bundan bağlı nəzərə alırlar. Demirlər ki, ay nə bilim belə oldu, elə oldu. Əgər 10 dəqiqə gec gələcəm, 10 dəqiqə gec çıxacam. Raşot söhbətlər var buralarda. Ona görə də çalışın özünüzə uyğun yerdə həmişə də işləyin. Sıxıntılı yerdə işləməyin. Həyatdır, həyatda da hər şey olur. Bir balaca da vinimatiylə olmaq lazımdır. Amma belə pis sürmür ya, normal gedir yerə ki. Hesablayanda göz sağ sol eləmişəm. Ortada bir şey yoxdur. Ha, bir də uşaqlar.